2026-da buraxış imtahanı verəcəksənsə, bu deyəcəklərim sənin imtahan nəticəni yüksəldə və yükünü bir xeyli azalda bilər. Videomuzun mövzusu budur. Sizdən istəyim odur ki, səhifəmizi izləyin. Bismillah, getdik. Hər biriniz, istər 3-cü qruplar, istər digər qruplar, dərsə gedəndə, məsələn, tarix üzərinə, ədəbiyyat üzərinə nümunə verim. Müəllim bugün sizlə hansı mövzunu sual cavab eləyəcək? Tutaq ki, İskəndərnamə mövzusu. Növbəti dərsiniz isə, təxmin deyirəm, orta dövrdürsə, sən İskəndərnaməni öyrənib bitirəndən sonra elə sadəcə proqramını qur ki, yeni müəllimin tədris eləyəcəyi dərsi bir dəfə heç olmasa, amma diqqətlə oxu. Bax, 5 cümlə oxu gözünün önündə canlandır. Yəni, üzündən belə getmə. Rahat beynin onu həzm edə, rahat bir dəfə heç olmasa oxu. Tarixdə də bunu eləyə bilərsən. Azərbaycan dilinə müəllim sənə məsələri feil-sifət keçib. Bugün keçəcək feili bağlamanı. Sən niyə feili bağlama şəkilçilərini bilməməlisən? Sən niyə feili bağlama tərkibi haqqında məlumatın olmamalıdır? Bax, sənin o mövzunu öncədən, demirəm mövzunu öyrən, sadəcə məlumatın olsun, məlumat xarakteri şeyləri bil ki, birdən müəllim izah eləyəndə, yəni bildiyin, məlumatın olan, bildiyin yox, məlumatın olan bir şey müəllim izah eləyəndə həm sən bildiyin üçün sənə maraqlı gələcək, çünki öyrəndiyin şeyləri orada eşidəcəksən və adam məlumatlı olduğu bir yerdə özünü daha rahat hiss edir və başqalarından fərqli olduğunu görəndə bu sənə həm də yaxşı bir özgüvən verəcək. Çox demirəm. Bircə həftə mənim bu dediyimi yoxlayın, sınaqdan keçirin, görün dərslərinizə nə qədər böyük təsir edəcək. Sən bunu, indi riyaziyyatda tutaq ki, edə bilməzsən də, müəllim sırf bunu izah eləməlidir. Amma humanitar fənlərdə və həmçinin Azərbaycan dilində bunu eləsəz, çox böyük sizə fayda verəcək. Bir də, məsələn, mətn işləyirsiniz. Müəllim tapşırıb ki, bu 3 mətni işləyin, gəlin, hələ ki, o 5 dənə soru işləyirsiniz. Sən o işdə 5 dənəni də geçsin də. İşdə səhvlərini də arxadan cavablardan bax. Sonra başa düşmədiyində qalsın. Müəllim o son keçəcək, keçini soruşarsan da. Yəni, bir xeyli qabağa düşmüş olursan. Həm də, bax, mövzunu öncədə məlumatlısan, biraz baxmısan. Bir də müəllim keçib, sonra gedib yüngül bir 15 dəqiqə üzünə baxacaqsan, mövzu oldu sənin. Belə, bu qədər. Bu sizin işinizə çox böyük təsir edəcək inşallah. Bu arada bizim bu yaxınlarda və bir neçə günü başlayacaq sürət və sınaq qruplarımızla qoşulub 2 ay yarana bütün mövzular tam olaraq mükəmməl şəkildə təkrar edə bilərsiniz. Qoşulmaq üçün 055 597 01 51-ə yazırsınız. Bizim dərslərimizdən faydalanırsınız. Bu qədər. Sağ olun.